Payız-qış mövsümü ilə əlaqədar olaraq infeksion xəstəliklərin artması nəticəsində Qazax rayon mərkəzi xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə müraciət edənlərin sayı hər gün artmaqda davam edir. Artıq xəstəxananın uşaq şöbəsində və yoluxucu xəstəliklər şöbəsində stasionar müalicəyə cəlb edilənlərin sayında da artım müşahidə olunur. Bəs bu xəstəliklərin fəsadları nədir? Hansı qabaqlayıcı tədbirlər görülməlidir? Bu barədə şöbənin müdürü Nərgiz Yusubova ətraflı məlumat verib. Müraciət edən xəstələrdə əlamətlərinə görə dəyərləndirilir. Xəstələr laborator analizlərlə cəlb olunur. Eləcə də ehtiyac varsa rentgenoskopiyaya cəlb olunurlar. Həmin dövrdə xəstələrdə simptomlara baxılır. Əgər xəstənin əlamətləri ağırdırsa, stasionar şəraitə uyğundursa, həmin xəstələr stasionarda, yəni xəstəxana şəraitində müalicəyə cəlb olunurlar. Stasionara cəlb olunmasının əsas şərtlərindən biri yüksək temperaturun olması, kəskin öskürəyin olması, yəni arası kəsilməz öskürək, təngi nəfəsliyi, boğulmanın olmasıdır. Eyni zamanda da xəstədə analizlərinə baxılır. Əgər analizlərimizdə yüksək nəticələr əldə olunubsa, yenə stasionar müalicəyə göstərişlər olur. Həmin stasionar müalicədə də daha çox xəstənin əlamətlərinə uyğun və törədiciyə uyğun olaraq ehtiyac varsa antibiotiklər, ehtiyac varsa antiviral dərmanlardan istifadə olunmaqla müalicə aparılır. Ambulator müalicə isə, yəni xəstələrin daha çox evdə aparılan müalicəsi isə yüngül xəstələrə aiddir. Yəni bu xəstələrdə sadəcə yüngül qızdırma, buna subfebril temperatur deyirik, 37-38 dərəcəyə qədər temperaturlar, yüngül öskürəyin olması və s. kimi əlamətlərdir. Bu halda xəstələrə tövsiyəmiz daha çox simptomatik müalicədir. Yəni sadəcə temperatur qalxanda temperatur salcılardan istifadə etmək və s. Ümumiyyətlə xəstələrə daha çox tövsiyəmiz bol maiyəni istifadə etmək, təmiz havada gəzmək və ümumiyyətlə viruslu xəstələrdən mümkün qədər uzaq olmaqdır və digər bütün virus infeksiyalarında olduğu kimi əl gigiyenasına yüksək dərəcədə əməl etməkdir. Şöbə müdiri həmçinin xəstəliyə yoluxmamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini də tövsiyə edib. Xəstəliyə yoluxmamaq üçün xəstələrə tövsiyəmiz daha çox xəstəliklə təmasda olan yerlərdə, yəni insanların çox olduğu yerdə mümkün qədər az olmaqdır. Ümumiyyətlə belə xəstələrlə təmasda olduqdan sonra daha çox istifadə olunmalıdır. Bol meyvə, tərəvəz, bol maye içilməlidir. Bol maye qəbul etdikdə virus xəstəliyinin əlamətləri demək olar minimuma enir. İmmun sistemi qaydasında saxlamaq lazımdır. Sadəcə xroniki olan xəstəliyi olan insanlar var ki, bunlarda bildiyimiz kimi daimi olaraq immun sistemi aşağı olur. Bu cür insanlarda məsləhət görərdik ki, yəni xəstəliklə təmasda olduqda yoluxmamaq üçün daha tez müddətdə həkimə müraciət etsinlər. Cəmilə Nəsir qızı, Kamran Əskiparalı, Sənan İsmayılov və Cərəs Sənova bugün informasiya proqramı üçün.